18 iyun 2025-ci il tarix Səudi Ərəbistanının Məkkə Mədinə şəhərindəyik. Peyğəmbərin evində Peyğəmbəri salamlamağa gəlmişik. Mən buradan elmə, ovama, Naburkən şəhidlərinin hər birini anıram. Onların ruhuna bu Tanrıdan cənnət oxuyuram. Və bu şəhidlər arasında Məmmədov Bəxtiyar Bayramşah oğlu, mənim elim ovam, layiqli elin evladı Bəxtiyar balamızı anıram və ulu Tanrıdan ona cənnət məkan arzulayıram. Bəxtiyar balamız 44 günlük müharibədə döyüşərkən qəhrəmancasına həlak olub. O, qanı ilə torpaqlarımızı suvarıb. Odur ki, mən onun qarşısında baş əyirəm və Allahın evində ulu Tanrıdan arzu edirəm ki, onun məkanın cənnət elə, ya Rəbbim Allah. Ailəsinə, evladlarına, doğmalarına səbir ver, ya Rəbbim Allah. Atasına, anasına şəfa diləyirəm. Ailə üzərinə can sağlığı, ruhlu, bərəkətli ömür arzulayıram. Allahım, Bəxtiyarın ahirətini xeyirli elə, məkanın cənnət elə. Cənnətdə Peyğəmbərimiz Həzrət Muhammed sallallahu aleyhi və səlləmin su içdiyi bulaqdan su içməyi nəsib elə. Amin Allahım. Amin. Amin. Esselatu esselamu aleykum ya Resulallah. Esselatu esselamu aleykum ya Nebi Allah. Esselatu esselamu aleykum Habiballah. Esselamu aleykum rəhmətullah və bərəkatuhu. Allahım, rəhmət diləyirəm. Allah rəhmət eləsin. Məkanın cənnət eləsin. Amin. Amin.